Xidmət haqqı və dövlət rüsumu ödənilib, sənədlər tam şəkildə təqdim edilib, lakin ortada nə sənəd var, nə də rəsmi bir cavab. Bura Saatlı rayonunun Qazanbatan kəndidir. Bir xəbər mediaya müraciət edən kənd sakini Fətəliyev Rövşən aylardır ki, daşınmaz əmlakın dövlət reyestri xidmətinin qapılarında qalıb. Vətəndaş ona məxsus torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışı, yəni kupçanı almaq üçün rəsmi qaydada müraciət edib. Qanunvericiliyin tələb etdiyi bütün dövlət rüsumlarını son qəpiyinə qədər ödəyib. Bəs qanuna icra müddəti çoxdan bitdiyi halda Saatlı rayonundakı müvafiq idarə bu sənədi niyə dondurub saxlayır? Qanun rüsumunu ödəyən hər bir vətəndaşa xidmət göstərilməsini tələb edir. Ortada heç bir hüquqi imtina qərarı olmadan sənədin gecikdirilməsi açıq-aşkar fəaliyyətsizlikdir. Vətəndaşı qapılardan incitməkdir, süründürməçilikdir. Dövlət qurumunun vəzifəsi vətəndaşın işini asanlaşdırmaqdır, onu çarəsiz buraxmaq deyil. Biz buradan İqtisadiyyat Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə çağırış edirik. Saatlı rayonunda baş alıb gedən bu özbaşınalığa və laqeydliyə dərhal son qoyulmalıdır. Qazanbatan kənd sakininin hüquqları bərpa edilməli və onun qanuni haqqı olan torpaq çıxarışı təcili şəkildə təmin olunmalıdır. Mövzu diqqətimizdədir. İddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Qazanbatan kənd sakini Fətəliyev Rövşən Gülməmmədoğlu. Mənim şikayətim ondan ibarətdir ki, 1996-cı ildən pay torpaqları bölünüb, ondan mən pay torpaq alanmadım, dolaşdırıblar. 2000-ci ilə kimi sənəti olmayıb torpağımın. 2000-ci ildə mənə bir saxta sənət gətirdilər, hamısı səhvsiz yazılmışdı. O ilə qaldı eləncə sənətsiz. 2025-ci il, 2026-cı ildən kupsiya dövlət çıxarışına görə mənim dövlətdən verilən kübrələr, yardımı ala bilmirəm dövlətdən. Gedirəm, mən sənətim, hamının sənəti keçir, mən sənətim keçmir. Bütün idarələrə müraciət eləmişəm. İcra hakiminə müraciət eləmişəm, bələdiyyə başqanına müraciət eləmişəm, torpaq şöbəsinə müraciət eləmişəm, daşınmaz əmlak komitəsinə müraciət eləmişəm. Bəzi Bakıdakı baş idarələrinin məlumat bürosuna zəng eləmişəm, hamısı mənə cavabsız qoyur. Mənə deyir ki, bizim bu işə gücümüz çatmır. Mən niyə görə ki, burada nə işdir ki, adi bir dənə dövlət sənətin səhv düşməyindən. Hələ də bugünkü günə kimi bu sənətləri dolaşdırıblar. Heç bir sənətimiz alanmırıq, ged-gələ salıblar. Bir ildir də ged-gəldəyik. 2 ildə verilən yardımların heç birini dövlət kübrə verir, o alanmıram. Xahiş edirəm bu haqda Cənab İlham Əliyevə mənə köməklik eləsinlər ki, 30 ildir bir sənəti alanmayandan sonra görəsən burada nə problem var? Görəsən burada nə problem var? Bir dənə sənəti vermirlər bunlar. Belə məmur özbaşınalıq olmaz. Belə haqsızlıq olmaz. 31 ildir bu yolda olar bu insan. Bu nə olan sənət ki, siz verəmirlər, bu idarələr boyun almır. Hamı qaçır bu idarə. Sənəti qoyulan qaçır. Niyə?